esir götürmek, saxlamak ve bununla fəxr etmək halı həmin ölkənin erməni düşmənciliyi kontekstində o qədər müsbət xarakterize olunur ki, Azərbaycan məktəblərində hətta bu ssenari ilə tamaşalar sahnələşdirilir. Azərbaycanlı jurnalist Cavid Ahmedov ölkənin məktəblərindən birində çəkilmiş kadrları yayımlayıb. Həmin kadrlarda görünür ki, şagirdlər necə güya erməni esir götürürlər və onu silah hadisə ilə Qarabağ Azərbaycandır deməyə məcbur edirlər. Ahmedov vurğulayır ki, əgər Azərbaycanda erməni düşmənciliyi zəifləsə, hökumət əsas təbliğat alətini itirəcək. Bu mövzu ilə bağlı əhatəli reportaj hazırlamışam, lakin reportaja baxmazdan əvvəl bir neçə maraqlı faktı xatırlayaq. Azərbaycanın erməni düşmənciliyindən danışsaq, bu ölkəni ermənilərə qarşı nifrət üzərində qurulduğunu və əgər nifrət oradan çıxarsanız, bəlkə də heç nə qalmayacağını desək, belə bu cür kadrları görmək yenə də heyrətamızdır. Və indi xalqları sülhə aparmaqdan danışdığını halda bu nəsildən hansı gözlətməyimizi olmalıdır. Mənzərə həqiqətən kədərlidir.